Həmçinin siz çıxışlarınızın birində deyirsiniz ki, zəlzələlər təbii fəlakət olmayan insanların günahlarına görədir və s. Bəziləri onu izləyənlər başa düşməyiblər. Deyirlər, yəni burada təbii hadisədə bu insanlara nə dəxli var? Bunu necə izah edə bilərsiniz? Elhamdülillah, biz təbii yox, Allah Taala'nın izni olur hər şey. Nə baş verir? Hamısı Allah Taala'nın izni. Allah Taala da heç kəsə zülm eləmir. İnsanlar da öz-özlərinə zülm eləyənlər. Nə baş verir? Hamısı insanların cümatından da əməllərindəndir. Etdiyi əməllərdəndir. Allahdan uzaqlaşmaq və s. kimi. Zəlzələ Allah Taala'nın izni olur. Və səbəb günahlar. Səbəb günahlar. Yəni bir qövm, bir xalq həlak olanda biz görürük, onlar günahlarını görə olur. Günahlarını görə olur. Bir xalq həlak olanda. Öz günahlarına, öz etdiyi əməlləri görə olur. Ona görə Allah salih qövmə bəla verməz. Bəli.